Çoxları bilir ki, çöl adamları, ovçular həm də yaxşı yemək pişirən olur. Hələ bura kimi soğandır, istiotdur, sos çilidir və ən əsası taxta qaşıqdır. Qoyun qiyməsidir, kartofdur, soğandır, istiotdur, sos çilidir. Bildiyiniz kimi ət ağır qida olduğundan hələ heç mədiyə düşməmiş, gərək ona kisli, turşməzə şeylər qatasınız. Bura kimi heç nə fenomenal bir şey yoxdur. Ruslar buna skablyoşka deyir. Mən özüm buna əlavə olaraq Azərbaycanlılaşdırıb Azərbaycan mətbəxinə aid bir şey əlavə eləmişəm. İndi pomidor da biraz ölsün, görəcəksiniz. Pomidor ölənə yaxın qoyun əti kalorili bir şeydir. Hələ onu həzmdən qabaq gərək yeyə biləsən. Səlyanlılar demişkən, ürək basan olsun deyə biraz turşla əlavə edirəm üstünə. İndi zövqünüzə uyğun biraz da göyərti vura bilərsiniz üstünə hazır olandan sonra. Dostlar həmişə soruşur ki, ömründə yediyin ən dadlı yemək nədir? Özün də yemək pişirənsən. Birincisi, yeməyin estetik gözəlliyi olmalıdır. Hələ heç dadına baxmamış o səni cəzb eləməlidir. Mənim özümə qalanda isə yediyim ən dadlı yemək Qusar rayonunun Laza kəndində çoban qovurması olub. İndi o izahat verməyə gərək elə bir əlavə bir rolik çəkək. Bu qədər. Allah çörəyinizi, yeməyinizi eksik eləməsin.